Amma buradan mən sənə çox maraqlı bir şey oxuyum. Bax elə. Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov həbs olundu. Beynəlxalq Ticarət Dəniz Limanının rəisi. Milyardların oynadığı bir yer. Suat Qaranın filmindəki rəqsləri demirəm. Burada ayrı şey deyirəm. Dəymiş ziyan hələ ki ilkin məbləğ 3 milyon. 3 milyon. 10 min manata görə, 20 min manata görə 18 il iş verdilər mənə. 50 min manata görə. 50 min manata görə. Olmayan 50 min manata görə Namizəd Səfərova 7 ildən 12 ilə kimi iş vermə gözlənilir. Olmayan 60 min manata görə Rüfət Səfərova da eynən o iş gözlənilir. Burada bizim hörmətli Rəşad Daşdəmirov adı, familiyanı yadınızda saxlayın, əziz tamaşaçılar. İlkin qiymət deyirlər ki, 3 milyon zərər dəyib. 3 milyon. Pəki, bu Rəşad Daşdəmirov kim olsa yaxşıdır? Gəncə şəhərinin sabiq icra başçısı Rasim Daşdəmirovun oğlu. Qardaş, bu Beynəlxalq Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi mütləq Gəncəni yeyib dağıdan Rasim Daşdəmirovun oğlu olmalıdır. Hə? Bu Rəşad Daşdəmirov oradan düşməlidir, zəmbillə düşməlidir. Nizami Süleymanov rəhmətlik deyirdi ki, ermənidir Rasim Daşdəmirov və həmin Rasim Daşdəmirov da Gəncənin anasını ağlar qoydu, güldürdü bir neçə il. İndi də oğlu bay Rəşad Daşdəmirov sən demə buradaymış. Başqa adam yoxdur bu ölkədə. İlqar, hövsələn varmı? Bir-iki də məmur balasının, gül balalarının sağ olsun tamaşaçılarımız yazdı. Həmin Rasim Daşdəmirovdur. Məşhur Lissabon sammitində demişdi ki, Lissabonun Sammit şəhərində. Lissabonun Sammit şəhərində. Bax, o ifadə ona aid.